Salam hörmətli tamaşaçılar, Dünyaya Baxış proqramının həftə sonu buraxışında sizləri xoş gördük. Amerikanın Səsinin televiziya studiyasında Əzizə Göyüşzadədir. Yanvarın sonunda onlarla dizayn komandası SpaceX şirkətinin sahibi Elon Musk'ın sponsorluğu ilə keçirilən müsabiqədə iştirak etmək üçün Los Angelesə yola düşəcək. Müsabiqədə komandaların hər biri özlərinin düzəltdiyi Hyperloop nəqliyyat sisteminin versiyasını təqdim edəcək. Bu nəqliyyat vasitəsi saatda 1000 km sürətinə çata biləcək. Bu Hyperloopdur. Bunu silahın bitməyən çəlləyi içində sürətlə keçən elektrik mərmiyə bənzədə bilərik. Dell Texnologiya Universitetinin Hyperloop versiyası tam olaraq buna bənzəyir. Dünyanın ən sürətli maglev qatarlarından daha sürətli hərəkət edən ağ, yaşıl və qara mərmi. Əslində bu çox sadədir. Burada gördüyünüz təzyiq gəmisidir. Onun levitasiya, yəni havada qalmaq sistemi, əyləş sistemi, eləcə də bəzi elektronikaları var. Hyperloop'u işə salmaq üçün isə elə bir tək bunlara ehtiyac var. Sasha Lama deyir ki, onların universitetinin hazırladığı layihə unikaldır. Çünki Hyperloop hərəkət etmək üçün o qədər də enerji tələb etmir. Bu elektrik cərəyanı tələb edən elektromaqnitlər deyil. Bunlar, məsələn, soyuducunun üzərinə yapışdırdığınız maqnitlər kimi passiv, davamlı maqnitlərdir və bütöv sistemi enerji baxımından səmərəli edir. Qatarın havada durmasını təmin etmək üçün heç bir enerji sərf etməyə ehtiyac yoxdur. Onun bir tək sürəti artırılır və qatar özü-özünə havaya qalxıb orada qalır. Bu müsabiqəni təşkil etmək SpaceX və Tesla Motor şirkətlərinin sahibi Elon Musk'ın fikri idi. O, 2013-cü ildə nəqliyyatın gələcəyi olaraq Hyperloop konsepsiyasını dəstəklədi və daha sonra tələbə və müstəqil mühəndislərdən ibarət komandaların hazırladıkları dizaynları ilə iştirak edə biləcəkləri müsabiqə elan etdi. Delft'in dizaynı son raunda qalan 30 layihədən biri oldu. Onların dizayn etdikləri Hyperloop sistemi zərif, çəkisi sadəcə 150 kiloqram olduğu üçün yüngül və Lamanın sözlərinə görə təhlükəsizdir. Hətta bütöv qatarda elektrik enerjisi kəsilsə belə, qatar dərhal dayanacaq və beləliklə hər kəsin təhlükəsizliyi təmin olunacaq. Delft'in komandası Los Angelesdəki müsabiqədə qalib gəlməklə daha çox maliyyə əldə edə biləcəyini və hətta bütün dünyada Hyperloop sistemləri qurmağa başlamaq üçün müqavilələr imzalayacağını ümid edir. Say baxımından insult dünyanın ən təhlükəli və ölümcül tibbi halıdır. İnsult beynin bir hissəsinə qan axını dayandığında baş verir. Ümumdünya ürək fonduna əsasən dünya boyu 15 milyon insan bu il insult olacaq. 6 milyon insan bu səbəbdən dünyasını dəyişəcək. 5 milyon nəfər isə həmişəlik iflic qalacaq. Lakin indi Britaniyalı tədqiqatçılar insult nəticəsində iflic qalan insanların hərəkətliyini artıracaq yeni müalicə növü üzərində çalışırlar. Chris Blower insultdan sonra sağ qalsa da onun bəzi hərəkətlilik problemləri yaranıb. Mən bu fincanı qaldırmağa çalışacağam. Gördüyünüz kimi fincanı qaldıra bilirəm, amma yerinə qoymaq istəsəm problem yaşayıram. Stuart Baker deyir ki, bu cür balanslı sağalma geniş yayılıb. İnsultdan sonra sağ qalan insanlar əlini yumruq vəziyyətinə gətirə bilsələr də, sonradan əllərini yenidən tam aça bilmirlər. Bunun səbəbi isə ondan ibarətdir ki, sağ qalan insanlar beyni onurğa beyninə birləşdirən yolu itirirlər. Bədən başqa bir yol tapır, amma bu yol o qədər də yaxşı işləmir. Makaka meymunları üzərində sınaq həyata keçiriləndən sonra Baker qula küçük şoklar verməklə cıqqıltı səsini birləşdirmənin bu yeni yolu gücləndirə biləcəyini aşkar edib. Bu, qoşulaşmış stimullar adlanır, yəni cıqqıltı səsi ilə birlikdə yaranan yüngül şok. Baker könüllülərin klik şok terapiyasından bir neçə saat boyunca faydalanmaları üçün bu kiçik iPod cihazını yaradıb. Biz cihazı üstümüzə taxıb laboratoriya mühitindən çıxa bildiyimiz üçün uzun müddət ərzində bu terpariyaya məruz qala bilirik və ümid edirik ki, bu sinir sistemindəki birləşmələrdə daha güclü və davamlı dəyişikliklərə gətirib çıxaracaq. O 7 saat boyunca cihazı taxan gönüllülərin yarısından çoxunda siqnal yolunun gücləndiyini aşkar edib. Əgər müalicə müsbət nəticələr verməyə davam etsə, insult keçirəndən sonra sağ qalan insanlar üçün çox faydalı olacaq. Təhqiqatın növbəti mərhələsi Hindistanda 150 insult pasiyentinin iştirak edəcəyi kliniki sınaq həyata keçirməkdir. Dünyaya Baxış proqramının həftə sonu buraxışında bu qədər. Mən Əzizə Göyüşzadəsini sağollaşıram. Gələn görüşədək.